Sen oturmuşsan, Əqədəndən xoşlayarsan Gəncəmcə. Gürcüstanda vəziyyət nətər? Sən onlardan zalim, siz nəfərəsiz, niyə keçsin? Gürcüstanda havalar nətər? Mən də nə oldu? Gürcüstanda havalar nətər, qardaş? Sən qadan alayım, yağış yağır, samur olayım, işə də zar zor gedib gəlirik. Nəysə, boş ver. Yolda gəlsən, qaydın zalim olur. O da yeməkdən araq yaxsın gələcək. Qadan al sən, mən içməyim, hələ varıb Gürcüstana gedəcəm. İşimsən? Onda sən yenə sual verim, qənə qalım. Bir qadan alayım. Bir eşək kimi işlərindən sonra. Qabağına bir qab araq, bir qab su. Eşək səncə hasını içər? Qadan alayım, əlbəttə ki suyu. Ay sağ ol. Qədən sənə işlə səhv döysən, ona görə rahat sevərəm. Hətta bir araq keçirsən. Ben and içmiştim ki bir de 50 içkiye vurmayasan. Mən kişiyəm, mən and içmişəm. Tövbələmişəm, tövbəmdən dönmərəm. Mən demişəm ki, əlimi arağa bir də vurmayacam. Hə, 50 vurma. Sen bilirsən ki, araq bütün pisliklərin anasıdır. Anası? Hə, düz deyəcəm. Mən əlimi vurmaram heç vaxt. Hə, bəs bu yanındakı kimdir? Kimi deyəcəm, mən bana? Hə, bunu deyəcəm. Hə, bu mənim köməkçimdir. Ələminə maaş verirəm. Başa düşmədim, nətər köməkçindir? Bax, mən tövbələrim. And içdim ki, əlimi arağa vurmayacam. Eləmi? Hə. Ay Şəmol, mən də tövbəmi, andımı pozmuram, əlimi arağa vururam. Köməkçim öz əllərindən maaşsızdır. Demədim sviyazda söncələmə, indi üzümə denən kişisənsə. Mən sözünüzə deyirəm, sənin belə lişni... Nədir hə? Bir dənə söz öyrəşdirsən onu. Nə söz? Silah çıxdı, ilişdi oldu. Bunun söhbətə nə dəxli var ki? Dəxilini sayını göstərəcəm. Çox salay qohum, mən artıq gedməyə yolcu yolda gərək. Neçə gündə əziyyət verirəm, sizdə qalım. Həqiqətən, bir bezgiyim sözünü. Nədir qadanam? Vay qohum, eşitlə, nə deyəcəm, deyirəm, bir-iki gün qalardın. Da gəlmişsən, bir-iki gün qal gedərsən, nə var, ediyək, nə qararsan? Nə bilim vallahi, yaş qalım da, 2 gündə qalarım gedərəm. Abi, onları bağlayayım bunu. Hələ burada mıxça var, bura bağla. Hə, qadanalım, çox sağ ol, artıq mən getməliyəm. Hə, qohum, heç yaxşı olmadı. Gələk 2 gün qalardım, bir qoyundan, quzudan kəsərdim. Yiyib içərdi. Da nəyəsə, gedirsən kal get. Yaxşı fikirdir. Yeynək qalım da, hara bağlayayım bunu? Elə köhnə yerinə bağla, mıxçıya. Bağla, bağla. Mən deyirəm, sağ ol, heç cəhənnəm ol getdən. Bir dənə mıxçanın toxuna düşmüş yetəmir. Yaxşı qadanam, yolcu yolda gələk, mən getdim ey. Yaxşı deyil, elə 2 gündə qalardın. Yaxşı da, sadəcə vermək istəmirdim, 2 gündə qalım. Bu atı bağlayayım. Mıxça hanı? Mıxça hanı? Atarı bağlayayım. Dilimə bağla, dilimə. Bağla, bağla. Sizə gedirdiniz. Yaxşı oldu sizi burada gördük. Lap yaxşı, buyur eşidirəm. Həkim yadınıza gəl, kəndimdən qalaq yanınıza gəlmişdim. Yadımdadır, buyur eşidirəm. Həkim yadınıza gəl, sizə dedim, bir qorxulu yuxu görürəm. Müdür məni dalımdan qaçır, mən qaçıram, müdür qaçır. Sonra sizin yanınıza gəldim ki, həkim mən belə bir yuxu görürəm. Hə, yadıma gəlir, davam elə, danış. Siz də mənə dediniz, qaçmayın birdən. Sonra mən də qaçmadım. Müdür gəldi, məni tutdu, dedi sənin maaşına 10% əlavə eləmişəm. Yəni, Allah sizin köməyinizə dursun, yaxşı gəldim sizin yanınıza. Nəysə, indi daha betər yuxu görmüşəm, həkim. Daha betəri nədir ki? Danış görüm. İndi yuxuda bir qapı görürəm, həkim. Qapının üstündə də bir yazı yazılır. Mən qapını təliyirəm, açılmır. Təliyirəm, açılmır. Çox maraqlı yuxudur. Bəs o qapının üstündə nə yazılmışdı? Yazılmışdı ki, qapını özünüzə çəkin. Allah sənə kömək olsun. Və yaxşı, qapının üstündə yazılır ki, özünə çək. Sən də itəliysən və özünə çəkləri girdən, ha? Necə adamsın həkim? İşte bu belə hasad şeydirsə, bu nə vaxtında demirdin? Mən sənə tə deyə bilərdim bunu. Birinci səfər bu yuxumla danışsan. Ay həkim, həmən yuxuda sən də var idin. Mən qapını tələdikcə, qapı açılmayanda sən də mənə baxıb gülürdün. Ay qardaş, ay qardaş.
Nerede? Ay qardaş, soyuqda nə uzanıbsan burada? Hardayım Ömer. Gəncə qapların yanında. O mən qadanam, qapıları soyuq gəlir.